Bakıda namus üstündə BBC qızını bıçaqlayan və digər qohumunu isə qətlə yetirən Kamal Baxşıyevin cinayət üzrə məhkəməsi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədri ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib. Prokuror məhkəməyə Kamil Baxşıyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib. Daha sonra məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib. Hökmə əsasən Kamil Baxşıyev 13 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə 2026-cı ilin aprelin 4-də paytaxtın Suraxanı rayonu Zığ qəsəbəsində qeydə alınıb. Hadisənin namus üstündə baş verdiyi bildirilib. Belə ki, Bakı sakini Kamal Baxşıyev qısqancıq zəminində BBC qızı Nailə Səlimovaya çoxsaylı bıçaq zərbələri endirməklə ona ağır xəsarətlər yetirib. Kamal Baxşıyev daha sonra əmisi nəvəsi Elşad Baxışovu BBC qızı Nailə Səlimova ilə yaxın münasibətdə olduğundan şübhələnərək ona da bıçaq zərbələri endirərək qətlə yetirib. Kamal Baxşıyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə, 29.120.2.2-ci, yəni xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd və 29.120.2.7-ci, yəni 2 və daha artıq şəxsi öldürməyə cəhd maddələrlə ittiham ilə sürülüb. Orxan Rasifoğlu, məhkəmə xəbərləri.